Bu mövsüm Neftçi ilə Qarabağ arasında 4 maç keçirilib. Hamısında Qarabağ qalib gəlib və ümumi hesab tablosu 11-0-dır. Birinci dövrə 4-0, ikinci dövrə 3-0, üçüncü dövrə 1-0 və nəhayət dördüncü dövrə 3-0 Qarabağın qələbəsi. Yəni 4 oyunda Neftçi Qarabağın qapısına heç bircə qol da vura bilməyib. 4 oyuna bir qol belə vura bilməmək Neftçinin adına, Neftçinin statusuna, Neftçidən gözləntilərə uyğun gəlməyən bir mənzərədir. Amma bir də ora qayıdıram ki, Neftçinin qabaqda kubok maçı gözləyir sabahlar, cavab oyununa çıxmalıdırlar və mövsümü xilas eləmək üçün yeganə şansları kubokdur, başqa çıxış yolları yoxdur. Bütün güclərini, bütün enerjilərini, bütün emosiyalarını o maçça xərcləməlidirlər. Orada da məğlub olsalar, orada da mübarizəni dayandırsalar, artıq indidən istirahətə çıxa bilərlər. Çünki Premyer Liqa yolu ilə artıq bir şey qalmayıb. Kubok yolundan da əllərini üzsələr, mövsümü fiyasko adlandıra bilərik Neftçi üçün.